gələcək artıq cibinizdə. Huawei Pro X Max ilə qatlanan smartfonlarda yeni pasport dövrü rəsmən başlayır. Bu cihaz adi flip modellərindən fərqli olaraq bağlı halda tam funksional istifadə imkanı yaradır. Artıq hər kiçik iş üçün ekranı açmağa ehtiyac qalmayacaq. Çünki xarici ekran kifayət qədər genişdir. Texniki göstəricilər və yeni Kirin 9030 prosesoru sayəsində bu smartfon əsl performans canavarıdır. Sentyabrda çıxacaq iPhone Fold-un əsas rəqibi məhz bu geniş formatlı cihaz olacaq. Huawei bu dəfə həm dizayn, həm də sürət baxımından rəqiblərini xeyli qabaqlayıb. Yeni modelin qiyməti konfiqurasiyadan asılı olaraq təxminən 2400 manatdan başlayıb 3600 manata qədər yüksələcək. 20 aprel tarixini təqviminizdə qeyd edin, çünki texnoloji inqilabın şahidi olacaqsınız. Belə bir innovasiya üçün bu qiyməti ödəməyə dəyər, yoxsa hələ də klassik telefon tərəfdarısınız?